Salam aleykum. Bugün sizlərlə bərabər informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi mövzusundan olan test izahlarına baxacağıq. Konferans salonunda qonaqların əyləşməsi üçün 180 stol mövcuddur. Stolların hər birini kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Bu tip suallarda ümumiyyətlə yadda saxlayın, ən az neçə bit, neçə müxtəlif vəziyyət, bu kimi hallarda biz verilmiş ədəddən, yəni məsələn 180 verilib, bundan sonra gələn ilk ikinin qüvvətini hesablayırıq. Bunu nəyə görə? Sonraki 2-nin qüvvətini. Burada məsələn 180-dən sonra gələn 2-nin qüvvəti 256-dır. Nəyə görə 256 götürülür? Nəyə görə məsələn deyə bilərsiniz ki 180-dən əvvəlki götürülmür? Tutaq ki bu bir avtobusdur. 2-nin qüvvətlərindən ibarət bir avtobusumuz var. Burada tutur 64 nəfər. Burada tutur məsələn 2-nin sonraki qüvvəti 128 nəfər. Sonraki avtobusda isə baxın, bu tutsun 256 nəfər. İndi mən bu 180 nəfər bu avtobusa yerləşdirə bilərəmmi? Xeyr. Bəs bunu yerləşdirə bilərəm? Xeyr. Mən hansı avtobusa yerləşdirə bilərəm? 256 nəfərlik. Deyə bilərsiniz ki, 5 sonraki nəfərlik avtobusa da yerləşər. Amma sualın şərtində də qeyd olunub ki, hər birini kodlaşdırmaq üçün ən az neçə bit? Baxın, ən az. İndi az dediyinə görə mən ilk gələn ədədi, yəni ilk düzgün variantı götürürüm, 256 götürürüm. Cavab 256 deyil. Mənə deyir ki, neçə bit lazımdır? 256 məndə sanki n-dir, böyük n-dir 256. Və böyük n bərabərdir 2 üstü n düsturuna görə buradan n 8 bit olar. Yəni mənə 8 bit lazımdır ki, bu stulların hər birini kodlaşdırım. 220 müxtəlif rəngi yenə də eyni şərtdir. Yəni eyni tiplidir daha doğrusu. Burada müxtəlif rəng deyir. Bu zaman biz, bunları silim. Bu zaman biz palitra nəzərdə tutacağıq. Yəni müxtəlif rəng sözünü gördük, rəng saları gördük, rəng palitrası gördük. P hərfi başa düşəcək. P bərabərdir 2 üstü n düsturunu artıq yazacağıq. İndi deyir ki 220 müxtəlif rəng. 220 2-nin qüvvət şəklində göstərmək olmur. Onda mən indirəm 220-dən sonra gələn ilk 2-nin qüvvəti 256-dır. 256 bərabərdir 2 üstü n yazıram. 256-nı 2 üstü 8 bərabərdir 2 üstü n yazıram. Buradan da əsaslar bərabərdirsə üslər də bərabər olmalıdır şərtinə görə. N bərabərdir 8 tapıram və 8 bit cavabını tapıram. Variantlara baxsam 8 bayt 32 bit, 220 bayt 16 bit. İndi 8 bit deyirsə mən nə edirəm? Görürəm ki, variantlarda yoxdur. Onda bunu bayta çevirib uyğun variantı axtarıram. 1 bayt düzgün cavab Y variantı. Üçüncü suala baxaq. Qrafik redaktorlara aid deyil. MS Paint, Adobe Freehand. Bunlar qrafik redaktorlardır. Oracle OpenOffice-Write-ə aid deyil. CorelDRAW aiddir. MS Access aid deyil. TuxPaint aiddir. 2, 4, 5 daha doğrusu aid deyil deyirsə 5-i niyə götürdüm? 5-in üzərində xət çəkməliyəm. Paint var çünki. 2 və 4 düzgün cavab B variantı. Elektrik siqnalları rəqəmsal şəklə çevirən qurğu. Ümumiyyətlə bir var ADC, bir də var DAC. ADC analog rəqəmsal çeviricidir, analogdan rəqəmsala çevirir. DAC isə Digital Analog Converter-dir mənası, yəni rəqəmsaldan analoga çevirir. İndi elektrik siqnalları analog siqnallardır. Bunu mən rəqəmsala çevirirəmsə, adından da göründüyü kimi bu analog rəqəmsal çeviricidir. 2048 simvoldan ibarət informasiyanın həcmi 213 bitdir. Bu informasiyanın kodlaşdırdığı əlifbanın gücünü tapın. Həcm düsturumuzu yazaq. Gəl bunu burada yazaq. Həcm düsturumuz V bərabərdir. Əgər biz mətn informasiyasından danışırıqsa, yəni əlifbanın gücü deyirsə, ümumiyyətlə həcm düsturumuz mətn informasiyası üçün belədir. Ümumi simvolların sayı vurulsun n. N isə bir simvolun həcmidir. Bir simvolun həcmi. İndi 2048 simvol ümumi simvollarımın sayıdır. Yazıram V bərabərdir 2 üstü 13 mənə verilib və bitlə verilib. Buradakı n bitlə də yadda saxlayaq. Çevirmələr zamanı buna fikir vermək lazımdır. 2048-dən simvoldur. Ümumi simvol sayı da verilib. Ümumi simvol sayı 2048-dir. Bunu da gəlin 2-nin qüvvət şəklində yazaq. Bizə çətinliyi yaratmasın. 2 üstü 11-dir bu. İndi mənə deyir ki, əlifbanın gücünü tapın. Əlifbanın gücü nədir? N-dir. Bəs N özü nədir? 2 üstü N-dir. Məndən yəni 2 üstü N-i tapmaq istəyir. Bunu tapmaq üçün nə etməliyəm? Mən N-i tapmalıyım. N-ə də bir dənə sual işarəsi qoyaq. İndi düsturumu dedim ki, bu şəkildədir. Onda düsturda verilənləri yerinə yazaq. Genət də düsturu buraya yenidən yazaq.
V nədir? Nə verilib? 213 yazdım. Ümumi simvol sayı necə verilib? 211. Vurulsun enim yoxdur. Elə eni axtarım. İndi n bərabərdir. Vuruq hasil. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. 213-ü bölürəm 211-ə. Üstlər ixtisar gedir. Burada 2 qalır. 2 üstü 2 qalır yəni. Bu da eləyir 4. 4 bit. Məndən nə istəyirdi? 2 üstünü. Onda 4-də qaldıram 2-nin təpəsinə. Bu da olur 16 bit. İndi mənə deyir ki, əlifbanın gücü cavab olacaq 16. Qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırılarsa, paletradakı mümkün rənglərin maksimal sayı. Maksimal sayı deyəndə paletrada elə P-ni nəzərdə tutur. İndi hər bir rəng 32 bit deyirsə, hər bir rəngin kodlaşdırılması dedikdə rəng dərinliyi nəzərdə durur. Baxın, bu dərinlikdir. Biz qrafik informasiyadan danışırıqsa, ümumiyyətlə qrafik informasiyanın P düsturu var, paletra düsturu. Bu 2 üstü n-dir. Əgər mətndən danışırıqsa n var, əlifbanın gücü 2 üstü n-dir. Yəni əlifbanın gücü də paletrada eyni üsulla tapılır. Sadəcə buradakı n-lərin mənası fərqlidir. Məsələn, buradakı n rəng dərinliyini bildirir. Buradakı n isə bir simvolun həcmini bildirir. Həcmi. Yəni bu ikisi eyni hərflə işarə olunsa da istifadə yerinə görə fərqli anlayışı verir. İndi P bərabərdir 2 üstü n. N-i verib ki 32-dir. Maksimal sayı, rənglərin maksimal sayı, neçə müxtəlif rəng çaları, rəng paletrası dedikdə P-ni istəyir bizdən. P bərabərdir 2 üstü n, o da bərabərdir. N-in qiymətini gətirirəm, yerinə yazıram. Bu da eləyir 2 üstü 32. Yəni düzgün cavab 2 üstü 32. 128 simvollu əlifbada yazılmış. Demək, məlumatın həcmi 350 bitdir. Yadda saxlayın. Simvollu əlifba sözünü gördünüz. Simvollu əlifba. Bu, əlifbanın gücü deməkdir elə. Gücü. Yəni n. Avtomatik simvol əlifba sözünü gördüm. Yazdım n bərabərdir 2 üstü n düsturunu. Yəni ağlıma gələn düsturu yazdım. 128 simvollu deyir. Onda n-i verib mənə. N bərabərdir 128-dir. Yəni buna uyğun olaraq n-i yerinə gətirib 128-i yazsam, olur 128 bərabərdir 2 üstü n. 128 2-nin neçənci qüvvətidir? 7-ci qüvvətidir. 2 üstü 7 bərabərdir 2 üstü n. N də bərabərdir 7 tapıram. İndi n-i 7 tapdım. Mənə deyir, məlumatın həcmi 350-dir. Onda buna uyğun həcm düsturum. Gəlin bunu V1 ilə işarə eləyək. V1 bərabərdir. Nə dedim? Mətn informasiyasının həcmi ümumi simvol sayı vurulsun n düsturu ilə tapılır. İndi məndən həcmi istəyir. Daha doğrusu həcmi verib, mən burada məhsul tapmalıyım. İndi həcm var, V1-im var, 350. Bunu mənə verib. Bitlə verib, bitlə verib. Çevirmək lazım deyil. Byte-la versəydi, bitə çevirəcəkdi. Ümumi simvol sayı verilibmi? Baxıram ki, ümumi simvol sayı yoxdur. N-im var. Onda demək, məndən ümumi simvol sayını istəyir. İndi V bərabərdir ümumi simvol sayı vurulsun n. Buna uyğun olaraq da gəlin birbaşa yazaq. V-nin yerinə 350 qiymətini yazsam. 350 bərabərdir. Baxın, bu düstur bu hala düşəcək. 350 bərabərdir. Ümumi simvol sayım yoxdur. Ümumi simvol sayı. Bunu x da deyə bilərsiniz və yaxud olduğu kimi də saxlaya bilərsiniz. Vurulsun n. N neçədə? 7 tapmışam. Buradan bunu tapaq. Ümumi simvol sayı 350 bölünsün 7. Bu deyir 50. Yəni bu mətndə 50 dənə simvol var. İndi deyir bu məlumat. Yəni 50 simvollu bir məlumat 1024 simvollu əlifba ilə kodlaşdırılarsa. İndi gəlirim ikinci hissəyə. 1024 simvollu əlifba deyir. Bunda buna n2 deyim. N2-miz 1024-dür. Bunu da 2-nin qüvvəti şəklində yazsam 2 üstü 10-dur. N2 bərabərdir 2 üstü n düsturunu yazıram. Yəni bu n-in ümumi düsturudur. N2-nin yerinə 2 üstü 10-u yazsam bərabərdir 2 üstü n. N neçə olar? N olar 10. 10 bit. İndi mənə deyək ki, ikinci informasiyanın həcmi nə qədər olar? Yazıram V2 bərabərdir. Yenə eyni düstur. Mətn informasiyasıdır. Burada yazaq N2. Yadda saxlayın. Bir əlifba standartını digər əlifba standartına keçiriksə, eyni bir mətndən danışırsa, simvollar sayı dəyişmir. Bunda V2 mənə verilən, baxın bircə dəqiqə, yox, V2 verilməyib. Mənə ümumi simvol sayı vurulsun N2. Demək, ümumi simvol sayım 50-dir, dəyişməzdir. Çünki deyir həmin mətn. Məsələn, deyir ki, 50 simvoldan ibarət bir dənə mətn olsun.
İndi mən 50 simvol deməyim, məsələn 3 simvoldan ibarət bir mətin, məsələn söz sözü. Söz sözündən 2 dənə simvol var, 1, 2, 3 dənə simvol var. Yəni bu mətni bir dəfə bundan kodlaşdırıram, bir dəfə də bundan kodlaşdırıram. İndi mənə 50 simvolu deyir, hər hansı bir mətindir də bu. Məsələn olaraq, yəni ümumi anlayışı başa düşəsiz deyə söz sözü misal gətirdim. İndi bu mətni, yəni 50 simvoldan ibarət mətni mən demək 1024 simvolu əlifba ilə kodlaşdırıram. İndi ümumi simvol sayım neçədir? 50-dir. Yerinə yazdım 50. N2-yi neçə tapdım? 10 tapdım. Bu da əldə 500 bit. Baxın görün variantlarda 500 bit var. Y variantı düzgün cavabdır. 128 simvollu əlifba ilə kodlaşdırılmış proqraming sözünün informasiya həcmi. Yenə simvollu sözünü görürəm. Açar sözdür, onda bu n-dir. 128-dir. N-in əsas düsturunu yazıram. 2 üstü n. Onda 128 bərabərdir 2 üstü n yazıram. 128-i 2-nin 7-ci qüvvət kimi yazsam, bu da 2 üstü n olduğu kimi qalsın. N-lər bərabərdir. Daha doğrusu əsaslar bərabərsə, üstlər də bərabərdir. Onda n 7-dir. 7 bit. İndi proqraming sözündə proqraming sözünü yazdım bura. Məndən həcmi istəyir. Həcm necə tapılırdı? Ümumi simvol sayı vurulsun n. Ümumi simvol sayıda bu mətnin simvollarıdır. İndi boşluq olsaydı boşluğu da sayacaqdım. Burada boşluq yoxdur, promoy sözdür. Dırnaq sayılmır, yadda saxlayın. 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə simvol var. 11. Yəni ümumi simvollar sayı 11-dir. N neçə tapdım? 7 tapdım. Vurun bunları birindən. Tapım ki 77 bitlik bir informasiya var burada. Yəni həcm 77 bitdir. Bir də variantı nişanlayanda bitlə bayt söhbətinə fikir verin. Adətən cavab tapıb səhv nişanlayanlar olur. Yəni bu kimi hallara diqqət yetirin. Kompüter qrafikasının tətbiq sahəsi deyil. Təcrübə kompüter qrafikasının tətbiq sahəsi deyil. Kompüter qrafikasının tətbiq sahələri var. Virtual reallıq, işgüzar qrafika, elmi qrafika, konstruktor qrafikası. Amma təcrübə qrafika yoxdur. Bunlar nəzəri suallardır. Yəni bunları bilmək üçün təbii ki, nəzəriyyəni oxumaq lazımdır. Vektor qrafikasına aid proqramı müəyyənləşdirin. Vektor qrafikasına aid proqram, yadda saxlayın, içində foto və paint sözləri olan qrafik redaktorlar. Baxın, foto və paint. Bunlar ikisi də rasterdir. Raster qrafikasına aiddir. Buna görə də mən buradan ixtisarlar aparıram. Yəni, belə deyək də, İçində paint'dir, foto sözü olanları çıxıram. Paint sözü var, çıxdım. Foto sözü var, çıxdım. Paint sözü var, çıx. Foto var, çıx. Qalır bir dənə A variantı. Hansı proqram qrafik redaktorlara aid deyil? Qrafik redaktorlara aiddir Photoshop, Freehand aiddir, Paint aiddir. Oracle isə VBS proqramıdır, Stencil isə aiddir. Raster qrafikasına aid proqramları seçin. Dedim ki, foto və paint sözləri olanlar, image, foto, paint, bu kimi sözlər olanlar raster qrafikasına aiddir. 1, 3, 6, düzgün cavab B variantı. ASCII standartı ilə ən çox neçə simvol kodlaşdırıla bilər? Yadda saxlayın, ASCII standartı ilə ən çox neçə simvol kodlaşdırıla bilər? Ümumiyyətlə, ən çox neçə simvol deyəndə əlifbanın gücüdür. ASCII standartını enim 8 bitdir və yaxud da 1 baytdır. Bunu əzbərləmək lazımdır. Unicode-da isə 16 bitdir və yaxud da 2 baytdır. İndi ASCII standartı ilə ən çox neçə deyirsə, əlifbanın gücünü istəyir. N bərabərdir 2 üstü N düsturuna görə. Bu 8-i bunun təpəsinə qoyuram, olur 2 üstü 8, yəni 256. Və yaxud da qısa konkret əzbərləyin ki, ASCII standartı ilə ən çox neçə simvoldur? 256-dır. Unicode-da isə 2 üstü 16-dır. Yəni 65536-dır. Unicode sistemində yazılmış student sözünün informasiya miqdarını müəyyənləşdirin. İndi Unicode-da bir simvolun həcmi 16 bitdir və yaxud da 2 baytdır. İndi bunu studenti sayırıq. Yəni V bərabər olacaq Unicode üçün həcm düsturu. Ümumi simvolların sayı vurulsun ya 16 bit olacaq, ya da ümumi simvol sayı vurulsun 2 bayt olacaq. İndi bunun variantı uyğun baxırsınız da, variantlarda cavab varsa, yəni bitlə cavab varsa onu seçin. Yox, baytlansa çevirib yazın. İndi birinci baytla tapaq, vurmaq asanlı olsun da. Bir var 2-yə vurmaq, bir var 16-ya vurmaq. Student sözünün hərflərinin sayısı 1, 2, 3, 4, 5, 6, 7 dənə hərf var.
7 vur 2 14 bayt edir. Varmı cavablarda? Yoxdur. Onda bitə çevirək. Yəni 14-ü də vuraq 16-ya. Daha doğrusu 7-ni vuraq 16-ya. 14-ü yox. 7-dən nə daxil simvolumuz? 7-ni vuraq 16-ya. Bu da eləyəcək 112 bit. Düzgün cavabım A variantı. www.dim.gov.az ifadəsinin informasiya həcmini baytla. Yeni simvolları sayıram. Askıda istədiyinə görə 1-ə vururam. Baytla istəyirdik 1-ə vururam. Bitlə istəsəydi 8-ə vuracaqdım. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14-ü də vururam 1-ə. Bu da eləyir elə 14 bayt. 224 sayda müxtəlif rənglə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə ayrılan bitlərin miqdarını. Qrafik isə P-ni verib mənə. 224. Müxtəlif rəng sözünü dedim ki, gördük. Rəng çalarını gördük. Rəng palitrasını gördük. P başa düşürük. İndi P-nin əsas düsturu necədir? 2N düsturunda. P-nin yerinə qiymətini yazdım. Bunu bərabərləşdirdim 2N. N neçə olar? 24 olar. Düzgün cavab D variantı. Kod uzunluğu 3 elementdən ibarətdir. Hər biri 2 müxtəlif qiymət alarsa kodlara maksimal sayı. Bunu tətbiq edirsiniz bu tip suallara. N bərabərdir K üstü I düsturunu. I burada kodun uzunluğudur. Kod uzunluğu. K isə elementlərin sayıdır. 3 element var. Daha doğrusu uzunluq 3'dür. Müxtəlif qiymət alan isə 2'dir. Yəni 2 müxtəlif qiymət alır. Onda bu olur 2 üstü 3, yəni 8. Kod uzunluğu 3 elementdir. Hər biri 5 qiymət alır. Onda bu olur 5 üstü 3, yəni 125. Rəng dərinliyi 3'dür. Palitrada olan rənglərin maksimal sayı. N-i verib, palitranı istəyir. P bərabərdir 2 üstü N düsturuna görə. N-i qaldırdım 2'nin təpəsinə. Bu da oldu 2 üstü 3 bərabərdir 8. Verilmiş mətnin 32 simvollu bir əlifbada kodlaşdırdığını bilərək 40 bitlə kodlaşdıran sözü müəyyənləşdirin. 32 bitlik əlifbada İndi mən burada əvvəlcə nəyi tapmalıyam? 32 simvollu əlifbadır daha doğrusu. Simvol əlifba sözünü gördüyümüzdə bu N-dir. N bərabərdir 32-dir. N-in öz düsturunu yazıram 2 üstü N. Buradan tapıram 32 bərabərdir 2 üstü N. N də bərabərdir 5-ə. 32-ni 2 üstü 5 yazıram. N də olur 5. Mənə N-i verib, həcmi verib, yəni V-ni verib ki 40 bitdir. Simvolların sayını istəyir. V bərabərdir ümumi simvol sayı vurulsun N-ə görə. Ümumi simvol sayını tapanda bərabər işarəsidir. V-ni bölürəm N-ə. V neçədir? 40-dır. N neçədir? 5-dir. Bu da eləyir 8 dənə simvol. İndi burada hansı 8 simvol olursa düzgün cavabım da o olur. Notebook sözlü səhv etməz. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli. School 279 sözü 64 simvollu əlifbada kodlaşdırılırsa informasiya həcmi nə qədər olur? İndi School 279 sözünü mən 64 simvollu əlifba, yenə deyir simvollu əlifba. Nə götürürəm? N götürürəm. N bərabərdir 64. 2 üstü N düsturuna görə. N-i yerinə 2 üstü N bərabərdir 64 yazsam. N neçə olar? 6 olar. İndi yəni hər simvol 6 bitlə kodlaşdırılır. Bəs ümumi simvollarım sayını mənə həcmi istəyir. Həcmin düsturu nədir? Ümumi simvol sayı vurulsun N-dir. İndi ümumi simvolların sayı necədir? Sayıram. School sözünün, bu sözdə ümumiyyətlə simvollar sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Simvol deyir, hərf demir. Yəni hamısını saymaq lazımdır. Yadda saxlayın, ümumiyyətlə simvolları sayanda bəzən boşluğu görüb çaşırlar. Tutaq ki, mən sizə desəm ki, bu sözü kompüterdə yazın. Nə vaxta qədər ki, klavişlərə toxunacaqsınız, bu sizdə simvol sayılacaq. Yəni mən boşluq işarəsini qoymaq üçün də space düyməsinə klik etməliyəm də, yəni space klavişinə daha doğrusu basmalıyam. Yəni bu da bir simvol sayılır. Ümumi simvol sayımı neçə saydım yadımdan çıxdı? 3, 6, 7, 8, 9 dənə. N-i də tapdım ki, neçədir? N-i tapdım 4-dür. 4 tapdım. Estağfurullah, 6 tapdım. 9'da 6'ya vururam, bu da eləyir 54 bit. İndi cavablarda 54 biti tapdım, götürdüm. Bayt götürməyin abi, yavrusu olur. Raster qrafik redaktorlarını seçin. Coral Painter, Adobe Flash, Stencil, Toxpen, Inkscape. Raster dediyinə görə içində foto və paint olan sözləri götürəcəm. Düzgün cavabım olacaq 1 ilə 4. Bu da elə C variantındadır.
İnformatika sözünün şifrəsini müəyyənləşdirin. Müəyyənləşdirin də, baxın, informatika iyidir, cədvələ uyğun hərflər verilib, üstündə də əvəzləmələr verilib, rəqəmin əvəzlənməsi. İndi i kodlaşdırılıb nida ilə, n kodlaşdırılıb 4-nə, f kodlaşdırılıb, nə bilim, 3-nə. Onda olacaq nida 4, 3, o-nun kodu 2-dir, r 7-dir, m 8-dir, a 1-dir, t 9-dur, k 6-dır, a da 1-dir. Bunu tapaq 78, 19, 61. İyisi qaldı ya bunun 9-dan sonra nida olmalıdır. 6, 1. Deyəsən bu variantda səhv etmirəmsə. Keçək növbəti suala. Raster qrafik, yenə də paint, nə bilim, foto, hansıların tərkibindəsə 1, 3, 6. Raster qrafik faylların uzantısını müəyyənləşdirin. Baxsan, bu dokument var. Word faylıdır, XLS var, Excel faylıdır, PPT var, PowerPoint faylıdır. Sonra burada BMP, GIF, TIFF, demək, bunlar hamısı rasterdir. PNG, MPG, AV, PNG, MPG, AV, burada MPG və AV rasterə aid deyil. Musiqi adətlərindən çıxan səslər. Musiqi adətlərindən çıxan səslər mididir, yadda saxlayın. Elə M hərfindən yadda saxlayın da musiqinin M-sı. RGB modelində səs rənglər. R, G, B mənaları red, green, blue. Azərbaycan bayrağı göy, qırmızı, yaşıl. Aqırı raster təsvirinin informasiya həcmi 512 bayt olarsa təsvirdəki piksellərin sayını müəyyən edin. Eləyək müəyyən. Demək, ağqara təsvir deyir, monoxrom təsvir. Monoxrom təsvirdə 2 dənə rəng var, yəni 2 müxtəlif vəziyyət var. P bərabər 2 götürsəm, 2 üstü n düsturu 2-yə bərabərsə, n neçə olar? 1 olar da, düzdürmü? n 1 də ağqarada. Həcm də 512 baytdır. Nə dedim? Baytla yazmayın neçə, bitə çevirin. 512 vurulsun 2 üstü 3. 8 də yaza bilərəm bit şəklində, yəni 2 qüvvətlər şəklində işləmək lazımdır bu tip suallarda, rahat olsun deyə. 512 vurulsun 2 üstü 3. 512 2 üstü 9-dur, bu da 2 üstü 3-dür. Bundan üstlər toplanılır, olur 2 üstü 12. Düsturumu yazıram, V bərabərdir. Mən qrafik informasiyadan danışıram. Qrafik informasiyanın həcmi A, B, N düsturu ilə tapılır. A nədir? A ilə B piksellərin ümumi sayıdır, N də rəng dərinliyidir. V isə həcmdir. İndi V-ni verib 2 üstü 12 yerinə qiymətini yazıram. A vur B qalır olduğu kimi. N neçədir? 1-dir. A vur B neçə olar? Elə 2 üstü 12 olar. Görürəm ki, variantlarda qüvvət şəklində verməyib. Birbaşa cavabla verib. 2 üstü 12, 2 üstü 10, 1024-dür. 2 üstü 11, 2048-dir. 2 üstü 12-də 4096-dır. İkin qüvvətlərin əzbərliyi informatikada lazım olan əsas nəzəriyyələrdən biri də ikinin qüvvətləridir. Hesablayın deyir, hesablayaq. Görürəm ki, ikili say sistemində toplama əməli verilib. Ən rahata alt-alta yazmaqdır. 1, 1, 0, 1, 1, 1, 1. Daha sonra bunu buradan belə yazıram ki, yəni çətinliyim olmasın. 101, 100-dür, bunu belə yazıram. 101, 100, bir dəqiqə 0, 1. Bura 1-dir. İndi bunları toplayaq. 1-in üstünə 0 gəndə 1 eləyir, var 2 say sistemi. 2 say sistemdə var 0-dan 1. Bundan böyük ədəd alınsa, mən onu çevirirəm. 1 üstəgəl 0, 1, 1 üstəgəl 0, 1. 1 üstəgəl 1, 2 eləyir. 2 var mı? Burada yoxdur. Onda nə edirəm? 2-dən çıxıram, 1 dənə 2-ni. 2-dən ikili say sistemində axı. Bu eləyir 0. Yazıram bura 0. Neçədən 2 çıxmışam? 1 dənə 2 çıxmışam. 1-i yadda saxlayıram. 1-in üstünə 1 gəldim, 2 elədi. Bu da 1 yadda elədi, 3. 3-dən 3 yoxdur axı ikili say sistemində. 3-dən çıxıram, 1 dənə 2-ni. Bu da eləyir 1. Yazdım bura 1. Neçədən 2 çıxmışam? 1 dənə. Onda 1 yadda olur yenə. 0 üstəgəl 0 eləyir 0. 0, o da 1 yadda eləyir 1. 1 var da, yazdım. 1 üstəgəl 1 eləyir 2. Daha yadda qalmadı ya, bayaq istifadə elədim. 2 yoxdur, onda 2-dən çıxıram 1 dənə 2-ni. Bu da eləyir neçə? 0. Yazdım 0. Bir dənə 2 çıxdığıma görə 1 yadda.
Bu 1. Da burada heç nə yoxdur da. Sanki bu 0-dır. İndi bu eləyir 1. Bu da 1 yadda ilə 2. Yenə 2-dən çıxıram 1-dən 2-ni. Bu da eləyir 0. 0 yazdım, yenə 1 yadda. Burada daha heç nə yoxdursa, bu 1 yadda da gəlir qabağı. Olur belə. 1 0 0 1 1 0 1 1 1 0 0 1 1 0 1 1. Üçüncü cavab A variantı. Qrafik təsvir 4096 rəng çalarlı palitrada hazırlanıb. Bu palitrada rənglərin sayı 256 dəfə azalsa, bu tip suallarda yadda saxlayın. Ümumiyyətlə həcmdən danışırıqsa, həcmdə biz ya rəng dərinliyi ilə işləyirik, ya da bir simvolun həcmini işləyirik. Yəni qrafik təsvirdən danışırıqsa rəng dərinliyi. Bu nədir? Yəni enlərlə işləyirik, enlə müqayisə edirik. 4096 rəng çalarlı palitra. Yəni P bərabərdir 4096-dır. Bundan mən eni tapmalıyam. P-nin düsturu nədir? 2 üstü n. Onda yazıram ki, 2 üstü n bərabərdir 4096. 2 üstü n bərabərdir 4096 2-nin 12-ci qüvvətidir. N də olur 12. 12 bit. İndi bu birinci enimdir. 4096-ya uyğun olan. Bu P1-dir. İndi P2 də deyir ki, neçədir? 256 dəfə azalsa, 4096-nı 256 dəfə azaltmaq nə deməkdir? 256-ya bölmək deməkdir. Bunu da bölürəm. 4096-nı 256-ya böləndə 4096 2-nin 12-ci qüvvəti, 256 2-nin 8-ci qüvvətidir. Bu deyilir 2 üstü 4. Üstlər çıxılır da, əsaslar eyni qalanda. 2 üstü 4, yəni 16. Və yaxud da 2 üstü 4 saxlayın. İndi P bərabərdir 2 üstü n düsturunu yenə yazdım. İndi bu dəfə P2 və N2-dir. İndi P2-ni tapdım ki 16-dır. N2-ni də tapdım ki, daha doğrusu N2 yoxdur. İndi 16 2-nin 4-cü qüvvətidir. Bu da bərabərdir 2 üstü N2. N2 olur neçə? 4. Əvvəl 12 idi, sonra 4 oldu. Nə oldu? 3 dəfə azaldı. Yəni bu tip suallarda nə badə rəng çalarını 256 dəfə azalıb. Burada indi bəxtinizə yoxdur, burada elə cavab, amma ki, yəni bu tip suallarda fikir verin həmişə ki, rəng dərinliyi ilə və yaxud qısa konkret n-lə işləyin. Orada palitra ilə əlifbanın gücündən işləmirik. Sual 31-ə baxaq. 3 səhifədə ibarət olan informasiya həcmi 2600 baytdır. Hər səhifədəki informasiya həcmi özündən sonra gələn informasiyanın həcmindən 3 dəfə azdır. 3 dənə səhifə çəkirəm. İndi, məsələn, bu x olsa, bu bundan 3 dəfə azdır. Onu bu olacaq 3x ki, bu bundan 3 dəfə az olsun. Bu olacaq 9x ki, bu bundan 3 dəfə az olsun. Bunlar 2600-dür. Bunlar həcmlərdir. Baxın, bunlar hamısı həcmlərdir. İndi mən bunları toplayam. Yazım x plus 3x plus 9x 2600. 13x 2600. X da olsun 200. Gətirib yerinə yazım. X bu oldu 200. Bu oldu 600. Bu oldu 1800. Bu ikinci və üçüncü səhifə deyəndə bunlarla işləyirik. İndi ikinci səhifənin həcmi olsun V2. Bunu tapdım 600-dür. Üçüncü səhifənin həcmi olsun V3, tapdım 1800-dür. Məndən simvolların sayını istəyir, həcmi istəmir. Yəni birbaşa burada 600-1800 götürməyim. İndi mənə deyir ki, Unicode kodlaşdırma sistemində. Unicode'da dedim ki, hər simvolun həcmi bir simvolun həcmi neçə baytdır? 2 bayt və yaxud da 16 bit. Yəni düstur bu hala düşəcək. Ümumi simvol sayı vurulsun 2 bayt. Elə mənim tapdığım buradakı ədədlərdə baytlandır. Çünki ümumi 2600 bayta görə hesablamışam. Bu da baytlandır elə. İndi ümumi simvol sayılarını istəyir elə məndən. Onda bunu V2-yə tətbiq edeyim. Bir dənə burada V-nin altına 2 yazıram. Ümumi simvol sayı vurulsun 2. V2 neçədə 600 bərabərdir. Ümumi simvol sayı vurulsun 2. Ümumi simvol sayı neçə olar? 300 olar. Birinci tapdım ki, daha doğrusu ikinci səhifədə tapdım ki, 300 dənə simvol var. Bu ikinci səhifədədir. İndi bunu üçüncü səhifə içində yazın. V3 bərabərdir ümumi simvol sayı vurulsun 2 bayt. 1800 bərabərdir ümumi simvol sayı vurulsun 2. Ümumi simvol sayı da var. 1800'ü bölərəm 2-yə. Bu var 900. Bu da üçüncü səhifə. Yəni cavab 300 və 900 C variantı. Davam edək. 256 rəng çalarlı palitrada ölçüsü
256 vurulsun 512 pikselə bərabər olan təsvir hazırlanmışdır. Təsvirdəki rəng çalarlarını 16-ya endirsək həcmi necə dəyişər? Rəng çalarlı palitra deyirsə bu P-dir. P1 götürək. 256-dır. Palitranın düsturu nədir dedim? 2 üstə N-dir. 256-dır. N də neçədir? 8-dir. 256 2-nin 8-ci qüvvətdir. Bunu yadda saxlayın. Üstlər də bərabər, əsaslar bərabərcə üstlər də bərabər olur. Bu da olur 8. Yəni N tapdım 8. Bu N1 olsun. Rəng dərinliyimiz, birinci rəng dərinliyimiz 8-dir. Ölçüsü 256 512 piksəyə bərabər olan təsvir hazırlanır. Bu təsvirdəki rəng çalarlarını 16-ya endirsə həcmi necə dəyişir? Bunu əvvəlcə həcmini tapım ki, görüm ikinci dəfə həcmi necə dəyişir. V1 bərabərdir. A vurulsun, B vurulsun N düsturudur. A ilə B 256 vur 512-dir. N də tapdım 8-dir. Bunu yazım burada. Bunların 2-nin qüvvət şəklini yazım. 256 2 üstü 8-dir. 512 2 üstü 9-dur. 8 də 2 üstü 3-dür. Bu da olsun 2 üstü 20 bit. İndi bu təsvirdəki rəng çalarlarını 16-ya endirsək. İndi götürürəm. Baxın bu V1-i tapdım. Gəldim ikinci hissəyə. Rəng çalarlarını P2-ni yəni 16-ya endirirəm. Yəni 16 olub P2. Onu bunu yazıram. 2 üstü N bərabərdir 16. 2 üstü N bərabərdir 2-nin 4-cü qüvvəti. 16 2-nin 4-cü qüvvətdir. N də tapdım 4-dür. İndi buna uyğun bu N2-dir. Buna uyğun həcmi tapaq. V2 bərabərdir. Demir, eyni təsvirdən danışır. Yəni piksellərin sayı eyni qalır. Yenə A vurulsun, B vurulsun, N2-dir bu dəfə. A ilə B olduğu kimi qalır. Yəni 2 üstü 8 vurulsun, 2 üstü 9, 256, 512 çevirdim 2-nin qüvvətinə. N2-ni də ki 4 tapdım. Bu da olur 2 üstü 8 vurulsun, 2 üstü 9, 4'ü də yazım 2 üstü 2 kimi. Bu da olsun 2 üstü 17, bu da 9, 19. 17 bu da 2 daha doğrusu 19. İndi V1 2 üstü 20 idi. V2 olub 2 üstü 19. Necə dəyişib tapmaq üçün mən böyüyü kiçiyə bölməliyəm. Yəni 2 üstü 20-ni bölüm 2 üstü 19-a. Bu eləyir 2. 2 üstü 1 yəni bu da eləyir 2. 2 dəfə nə olub? Azalıb da. Görürüm ki V2 azdır. İndi 2 dəfə azalar olur B variantı. Keçdim növbəti suala. 16 simvolu əlifba ilə kodlaşdırılmış sözün ikilik kodu bu olarsa kodlaşdırılan sözü müəyyənləşdirin. Əvvəlcə mən 16 simvolu əlifba sözünü gördümsə N-i götürəcəm 16. N bərabərdir 2 üstü N düsturuna görə 2 üstü N bərabərdir 16. 2 üstü N bərabərdir 2 üstü 4. N də olur 4. 4 bit yəni. Yəni hər simvol 4 bitlə kodlaşdırılır. İndi mən yəni bu sözü bölməliyəm 4-4 hissələrə. Onda nə edirəm? Bir simvol həcmi yəni 4 bitdir və ikilik kodda da mən bilirəm ki, məsələn 0-dır, 1-dir, hər biri yəni 1 bit yer tutur da bu kodların. Onda 4 bit deyirsə 4 yerə bölməliyəm. Gəlin bu kodu bura köçürdüm, yaxud bunun üstündə eləyək, bunu bir də köçürtməyək, uzun olacaq. Bunu 4 hissəyə bölürəm. Daha doğrusu dördlüklərə bölürəm. 1, 2, 3, 4. Baxın, böldüm belə. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4 və 1, 2, 3, 4. İndi baxıram ki, burada neçə dənə simvol yarandı? 1, 2, 3, 4, 5, 6 dənə simvol yarandı. Sözlərə baxıram. 6 hərfli sözləri seçirəm. Müəllif sözündə 7 dənə hərf var. Təəssüf sözündə 7 dənədir. Müəllim sözündə 7 dənədir. Qalır sellərlə ləzzət. Baxıram ki, sellər sözündə 2 dənə hərf eynidir. O da ortadakı hərflər. Görüm eyni demək. 0, 1, 0, 1, 0, 1, 0, 1. Bəli, ödəyür. Başqa eyni hərf var? Yoxdur. Baxın, burada başqa eyni kod var. 1, 1, 0-la uyğun gələn kod varmı? Yoxdur. 1, 0, 1, 0-la yoxdur. Ona demək düzgün cavab sellərdir. Ləzzət sözündə isə həm ikinci və üçüncü hərflər, daha doğrusu üçüncü və dördüncü hərflər və həm də ikinci və beşinci hərflər eynidir. İkinci hərf uyğun gələn kod 1010-dır. Beşinci hərf uyğun gələn kod 1100-dır. Axı bunlar eyni deyil ki, mən ləzzət sözünü götürüm. Onda cavabım sellər sözdür. Raster görüntünün çevrilməsi zamanı ümumi rəng çaları 4096-dan 8-ə dəyişdirilib. 4096-dan 8-ə dəyişdirilibsə rəng çaları, yəni P1 4096 idi. Buna uyğun P bərabərdir 2 üstü N düsturuna görə. Yəni P1 bərabərdir 2 üstü N1 yazıram.
4096 bərabərdir 2 üstü n1. 4096 2-nin 12-ci qüvvətdir. 2 üstü n1. n1 neçədir? 12-dir. Bu tərəfdən gəlirəm. 8-ə dəyişdirilib. Yəni P2 olub 8. Demir, 8 dəfə azalıb, çoxalıb. 8-ə dəyişdirilib deyil. Yəni P2 8 olub. Yeni yazıram. P2 bərabərdir 2 üstü n2. P2 yeni 8 yazıram. 2 üstü n2 olduğu kimi qalır. 8-ə yazıram 2-nin 3-cü qüvvət kimi 2 üstü n2. n2 də olur neçə? 3. Əvvəl 12 idi, sonra olub 3. Necə dəyişib? 4 dəfə azalıb. Azalıb. Mətin faylının hər səhifəsində 32 sətir və hər sətirdə 64 simvol var. 80 səhifədən o ibarət bu fayl askıda kodlaşdırıbsa onun həcmini tapın. Mətin faylının informasiya həcmi tapılır V bərabərdir ümumi simvol sayı vurulsun n düsturu ilə. Ümumi simvol sayı necə tapılır? Kitabdan danışırıqsa, dəftərdən, kitabdan danışırıqsa, burada biz nəyi nəzərdə tuturuq? Yəni ümumi simvol sayını açıqlamasını veririk ki, bu səhifə sayı vurulsun sətir sayı, vurulsun hər sətirdəki simvol sayıdır. Yəni bunun yerinə bunları yazırıq. Onda həcm düsturun bu hala düşür. Səhifə sayı vurulsun, sətir sayı vurulsun, simvol sayı vurulsun n. İndi yerinə qiymətdən qoyaq. Səhifə sayı neçədir? 80. Sətir sayı neçədir? 32. Simvol sayı neçədir? Baxaq, 64 dənədir. Və askıda yazılıb. Askıda bir simvol 1 baytla kodlaşdırılır. Yazıram vurulsun 1. İndi bərabərdir. Bu nə edirəm? Bunu kilobayta çevirmək lazımdır. Gəlin bunu 2-nin qüvvətlərini ayırım. 80 olduğu kimi qalsın. 32 2 üstü 5'dir. 64 2 üstü 6'dır. Birini də saxladım. Baytdan kilobayta gəldi. 2 üstü 10'a bölmək lazımdır. Onda 80 vurulsun. 2 üstü 5 2 üstü 6 bölür 2 üstü 11. Biri də daha vurdum 80 elə oldu belə. 2 üstü 10 burada qaldı. Bununla bu gedir. Burada qalır 2. Yəni ümumi 2. Tək 2. 2 üstü 1 qalır. Bu da 2'dir. 80'i 2'ye vuranda bu eləyir 160 kilobayt. Düzgün cavab B variantı. Mətin faylının hər səhifəsində 32 sətir. Yeni şeydir. Bu dəfə isə həcmi Unicode-da kodlaşdırılıbsa 2'ye vuracaqsınız. Onda bu bundan 2 dəfə çox olacaq. Orada 320 olacaq. Ölçüsü 256 pikselin qrafik təsvir 216 sayıdır. Aha, qrafik təsvirdən danışırıq, həcmdən danışırıq. Onda V bərabərdir A, B, N düsturudur. İndi piksellər verilib. A vurulsun V verib ki 256 vurulsun 256'dır. Bunu Cənkin qüvvət şəklində yazım. 208 vurulsun 208. Yəni qısaca 216. 216 sayda rənglə kodlaşdırılıb. Onda P bərabərdir 216'dır. P'nin düsturu necə idi? P bərabərdir 2 üstü N. P'nin yeni 216 yazım. 216 bərabərdir 2 üstü N'ə görə. N neçə olar? 16 olar. N'i də tapdım. Bunlar da var. Həcmi tapmağa nə var ki? V bərabərdir. A vurulsun V. Yəni 216. N neçədir? 16. 16'nı yazırım 2 üstü 4 kimi. Bu da olur 2 üstü 20. Bu 2 üstü 20 bitdir. Məndən isə nə istəyir? Məndən həcmi kilobaytla istəyir. Baxın, bit, bayt, kilobayt. Bitdən bayta gələndə 2 üstü 3 qədər dəyişim olur. Yəni 2 üstü 3'ə bölürəm. Baytdan kilobayta gələndə əlavə 2 üstü 10'a bölürəm. Yəni birbaşa 2 üstü 13'ə bölürəm. Bu deyir 2 üstü 7 kilobayt. 2 üstü 7 də ilə 128'dir. Birbaşa yazın ki 128 A variantı. Ölçüsü 128 piksel informasiya həcmi verir. Ən çox neçə rəng ola bilər? Burada əvvəlcə həcm düsturunu yazıram. V bərabərdir yenə A vurulsun, B vurulsun, N. İndi deyir ki ölçüsü 128. Bu 128 vurulsun 128'dir. N varmı? N yoxdur, həcm var. Bu da 32'dir. Kilobaytlandır. Həcmi demişəm ki, həmişə bitə çevirin. 32'ni vuraq. Kilobaytla bitə gələndə 2 üstü 13'ə vurmaq lazım. Bu da bərabərdir. A vurulsun B. Yəni 128 vurulsun 128. Bir dənə də vurulsun N. İndi 32'ni yazım 2 üstü 5. Vurulsun 2 üstü 13. Bərabərdir. 128'i yazıram 2 üstü 7. Vurulsun 2 üstü 7. Vurulsun N. Yenə bunu sadələşdim. 5 ilə 13'ü topladım 18. 7 ilə 7'ni topladım 14. Vurulsun N. N'i buradan necə taparam? Məhsul vuruq. Hasili bölürəm məlum vuruq. 218'i bölürəm 214'ə. Bu da deyir 204. Yəni 16 bit. Məndən nə istəyir? Məndən
Ən çoxu neçə rəng ola bilər? Demirəm rənglərini, deyir ən çox neçə rəng. Onda P-ni istəyir. P bərabərdir 2 üstü n-dir. Tapdığım n-i qaldırıram 2-nin təpəsinə, bu da olur 2 üstü 16. Düzgün cavab B variantı. Ölçüsü AB piksel olan monoxrom rəngli raster qrafik təsvirin informasiya həcmi 2 kilobayt varsa AB hasilini müəyyənləşdirin. İndi nə edirəm burada? Mənə deyir ki, həcm verilib 2 kilobaytdır. V bərabərdir 2 kilobaytdır. Nədir? Monoxromdur. Monoxromda neçə dənə rəng olur? 2 dənə ağla qara rəng. Ümumi 2 rəngdir. Onda P bərabərdir 2-dirsə və P bərabərdir 2 üstü, daha doğrusu P bərabərdir 2 üstü n-dirsə 2 bərabərdir 2 üstü n-ə görə n neçə olar? Bunun üstəsində 1-də yazılır. N olar 1. Yəni rəng dərliyini 1 götürürəm. Onda həcm üstün V bərabərdir A vurulsun B vurulsun n. Həcmi 2 kilobaytdır. Bunu bitə çevirək. 2 vurulsun 2 üstü 13. Bitə çevirmək üçün 2 üstü 13-ə vurmaq lazımdır. Bunun üstü 1-dir də. Bunlar toplayın 2 üstü 14 bit, yəni qısaca. İndi həcmi yerində 2 üstü 14 bit yazım. A-la B ilə axtarılanda n də neçədir? 1-dir. A vur B neçə olar? Hələ 2 üstü 14 taparam da bunu tapmaq üçün bunu bölməliyəm buna. İstənilən də 1-ə bölündə ədədin özü alınır. 2 üstü 14. İndi mən burada nə edirəm? Elə bir ədəd tapmalıyım ki, cavabı 2 üstü 14 olsun. Baxın, 128 vurulsun 256. Bu 2 üstü 7 vurulsun 2 üstü 8. Yəni üstlər toplanır 2 üstü 15-dir bu. Mənə 2 üstü neçə lazımdır? 2 üstü 14 lazımdır. 256 2 üstü 8-dir. 2 üstü 8, bu da 2 üstü 6. Cəmi neçə elədir? 2 üstü 14. Düzgün cavabım elə B variantıymış. 40-a da baxaq. True-color rejimində true-color nədir? Yəni doğru rəng. Bir şeyin doğru olması üçün, yəni orada hər şey yerli yerində olmalıdır, belə deyək də. RGB-də də true-color rejimi nə vaxt olur? Yəni R-də yerində olsun, G-də yerində olsun, B-də yerində olsun. Yəni bütün rənglər olsun. 3 rəngin 3-ü də varsa, burada hər rəng də 8 bit yer tutur axı. 8, 8. İndi 3 dənəsi də varsa 24 bitdir rəng dərinliyi. N 24 bitdir. İndi mənə həcm istəyir. V bərabərdir AB n düsturuna görə. A vurulsun B-nin yerinə yazıram 256 vurulsun 512. Bu mənə verilib. N də mən tapdım ki 24-dür. Bunu da 2-nin qüvvəti şəklində yazaq. 2 üstü 8, 2 üstü 9, 24 lap qalsın olduğu kimi 24, 2 üstü 4 niyə yazdım? Bir dəqiqə. 24. Aha. 24. İndi 2 üstü 8, 2 üstü 9, bu da 24. Bu eləyir 24 vurulsun 2 üstü 17. İndi mən bunu bitlə yazmışam. Kilobayta çevirmək üçün bölməliyəm 2 üstü 13-ə. Bu üstlər ixtisar gedir, burada qalır 4. Yəni 24 vurulsun 2 üstü 4. Yəni 24 vurulsun 16. 24-ü 16-ya vururam. Demək 24-ü gəlin burada 16-ya vuraq. 6 vur 4 24 2 yatdı. 12 144 4 2. Bu eləyir 4 8 3. Yəni düzgün cavab 384 və Y variantı. Bugünlük bu qədər. İnşallah ikinci hissədə 41-dən 60-a qədər olanlara baxacağıq. Sağ olun.